Bir daha salam dostlar. Günleriniz hoş geçsin. Bu Ayparalı dəniz qırağındakı gecədə mən sevgi haqqında düşündüm yenidən dostlar. Və bəlkə də bu mövzu ilə müəyyən qədər əlaqəli olan başqa bir söhbət haqqında düşündüm. Daha doğrusu o söhbəti xatırladım. Deməli dostlar, bütün dövrlərdə dünyanın müxtəlif yerlərinin mütəfəkkirləri cəmiyyət həyatının yaxşılaşması, aliləşməsi üzərində təfəkkür edirlər. Və müxtəlif cür mütəfəkkirlərin bu mövzu ilə bağlı öz baxışları, öz əsasları, öz təcrübələri, qənaətləri olub. Hər biri bilgiləri çərçivəsində bu məsələyə dair fikirlərini bölüşüblər və həll yollarını göstəriblər. O mənim çox sevdiyim bir filosof var. Onun isə göstərdiyi həll yolu yetərincə qəribədir. Və bəlkə də müəyyən qədər qeyri-real görünür, amma maraqlı olduğu üçün istəyirəm sizdən bölüşüm. O filosof belə deyir dostlar. Deyir ki, siz kamallı, əqilli, zəki qızları alicənab, mərhəmətli, cəsur, adil xarakterli kişilərlə qovuşdurun. Yəni əqilli, kamallı qızlarla, əqilli, kamallı, zəki xanımlarla adil, mərhəmətli, cəsur və alicənab kişilər sevgili olmalıdırlar. Və onların qovuşmasından nəsillər meydana gəlməlidir. O nəsillər həm atadan, həm anadan bütün bu ali xüsusiyyətləri alacaqlar və özlərində birləşdirəcəklər. Beləliklə, onların sayəsində və onlardan əmələ gələn nəsillər sayəsində də cəmiyyətin nümayəndələrinin keyfiyyəti artacaq və cəmiyyətdə aliləşmə gedəcək. Sonra da intellekt köklü xassələri özündə ehtiva edən bu iradələrin sayəsində öz fəaliyyətində başlayacaq və ruhla əqlin harmoniyasından çox keyfiyyətli, ali, ləyaqətli fəaliyyətlər, proseslər, işlər meydana çıxacaq və cəmiyyət həyatı yaxşılaşacaqdır. Onun həll yolu belədir. Hər nə qədər qeyri-real görünsə də. Sağ olun dostlar.